İşə getmək istəmirdim. Gələn müştərilər çox qəribə şəkildə baxırdı. Bunun üçün ağladığım belə oldu. Mən ümumiyyətlə makiyajı seçkərə çıxa bilmirdim. Artıq akne seansım yekunlaşıb və mən bu gün ləkə seansına başlamışam. Gedişatdan çox razıyam. Hətta mən ilk dəfə gələndə yaxşı gedəcəyini gözləmirdim. Ümidlərim aşağı bir şəkildə gəlmişdim. Çünki 4 ildir bundan əziyyət çəkirdim. Amma Fərdə xanıma təşəkkür edirəm ki, məni yanıltdı. Ürəyində şübhə qalanlarda Fərdə xanıma müraciət edə bilər gönül rahatlığı ilə. İnşallah ləkə seansımızda bitəndən sonra sonucu paylaşacağıq.